Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: Doğru danışanlarsınızsa, bunların adlarını mənə deyin. Onlar dedilər: Sən pak və müqəddəssən. Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur. Həqiqətən, sən bilənsən, müdriksən. Allah dedi: Ey Adəm, bunların adlarını onlara bildir. O, bunların adlarını onlara bildirdikdə, Allah dedi: Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm. Bir zaman biz mələklərə Adəmə səcdə edin dedikdə, iblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: Ey Adəm, sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin. Təkcə bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız.